Düzünü desəm, özüm heç vaxt hesablamıram, belə ki, 800-cü oyun və yaxud neçənci oyundur. Yəni, sadəcə daha da bəlkə həvəsli oluram, daha da sevinməliyəm, əgər belə bir uğurlu statistika varsa. Yəqin hər bir futbolçunun arzuladığı bir rəqəm var, daha uzun müddətli oynasın və eləcə də hər bir məşqçinin düşündüyü bir karyera var, hansı ki uzun müddətli və uğurlu alınsın deyə. Və belə əgər uğurlu, belə deyək, qarşıda bir 200-300 oyun keçirəcəmsə, istəyərəm 1000-ə kimi çatsın və yaxud daha çox olsun. Yox, əgər uğursuz olsa, bəlkə biraz maraqsız olar. Amma hər bir halda biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq layiqincə. İstir bu 800 olsun, istir 10 olsun, istir 100 olsun, fərq etmir. Belə inşallah qarşıdakı illərdə də, qarşıdakı oyunlarda da çalışırıq ki, daha da insamlı olaq, daha da məsuliyyətli olaq və belə yavaş-yavaş davam eləyək.